Salam, xoş gördük sizləri. İTC Klinivi Hospitalın studiyasına xoş gəlmisiniz. Bugünkü qonağımız İTC Klinivi Hospitalın gastroenteroloqu Səlimova Adisədir. Həkimdən çox razıyam. Hadisə xanımın həkimliyindən başqa gözəl insanlığını da mən şəxsən gördüm. Aldığım müalicələrin də nəticəsi var. Çox şükürlər olsun, pis vəziyyətdə gəlmişdim. İndi hal-hazırda səhhətim normaldır. Çox gözəl müalicə alıram. Həm gözəl insan, həm də gözəl həkim. Mən 2 ildir xanımın yanına gedirəm. Mənim bilmədiyim xəstəliyimi 30 il bundan qabaq olan xəstəliyimi aşkar edir. Özü də mənə deyir ki, sizi sağalmayınca sizdən əl çəkmərəm. Dediyini də eləyir. Yaşam tərzim pozulmuşdu, belə deyim. Doktor bu gün 14-cü gündür müalicə yazıb. Müalicənin bir 3-4-cü günü özümü yaxşı hiss elədim. Bu gün artıq daha süperəm, yaxşıyam. HCC Kliniva Hospital. Sağlamlığınızı bizə etibar edin. Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Xoş gördük sizləri. Bugündən etibarən hər həftə yeni layihəmizlə sizlərin qarşınızda olacağıq. Doktorlarımızla birlikdə sizin sağlıq problemlərinizi həll etməyə çalışacağıq. Bugünkü qonağımız İTC Klinivi Hospitalın gastroenteroloqu Adisə Səlimovadır. Xoş gördük doktor, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun dəvətiniz üçün yeni layihədə də. Hər kəsə uğurlar arzu edirəm və xeyirli uğurlu olsun deyirəm insanlarımız üçün, xəstələrimiz üçün də eyni zamanda, çünki biz burada insanlar üçün faydalı olan məlumatları bölüşməyə çalışacağıq. Suallarınız olarsa aşağıda göstərilən nömrələrlə və yaxud da Instagram səhifəmizə yazaraq bizə müraciət edə bilərsiniz. Doktor, yay mövsümündəyik. Yay mövsümündə xəstələrimiz hansı şikayətlərlə ən çox sizə müraciət edirlər? Yay aylarında havaların isti keçməsinə əlaqəli olaraq xəstələrdə infeksion gastroenteritlərə daha çox rast gəlirik. Bu bakterial infeksiya ola bilər, viral infeksiya və yaxud da parazitar infeksiyalar şəklində qarşımıza çıxa bilir. Xəstələrdə hansı şikayətləri verir bu problem? Xəstələrdə bizə müraciət edən xəstələrdə ümumi halsızlıq, yorğunluq, ürək bulanma, qusma, qarın ağrısı, qarında sancılar, ishal və bəzən ishalın qanlı olması kimi şikayətlərlə özünü göstərə bilir. Doktor, bilirsiniz, hal-hazırda yay mövsümündəyik. Meyvə-tərəvəz ən çox istifadə olunan qidalardan biridir. Ən çox bu xəstəliyə yoluxmamaq üçün nələr etməliyik, nələrə diqqət etməliyik? Bəli, meyvə-tərəvəzlə bol olan bir mövsümdəyik. Xəstələrə tövsiyəmiz odur ki, ümumiyyətlə profilaktikasında da iləride danışacağıq. Meyvə-tərəvəzləri yaxşı yuyulmamış istifadə etdikdə biz bu xəstəliyə yoluxa bilərik. Eyni zamanda yaxşı bişməmiş ət məhsulları, süd məhsullarından da bu xəstəlik yoluxa bilər. Daha sonra ilkin növbədə əl gigiyenasına, su, qida gigiyenasına diqqət etməlidirlər. Bu xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. Və eyni zamanda küçə yeməklərindən uzaq durmağı tövsiyə edirəm. Doktor, istənilən yaş qrupunda bu xəstəliklərlə rastlaşırıq. Bəs bu xəstəliklər hansı səbəbdən yaranır? Dediyimiz kimi isti yay ayları gəlibdir. Bu yay mövsümündə isti hava şəraitindən əlaqəli olaraq, havanın rütubətli olmasından əlaqəli olaraq qidalar tez xarab olmağa meyilli olur. Küçədə daha çox insanlar yemək yeməyə çalışırlar. Küçədə açıq havada daha çox yeyirlər ki, bəzən qidaların keyfiyyətini pozur, bakteriyaların artıq çoxalmasına və infeksiyaların da yaranmasına səbəb ola bilər. Eyni zamanda yaxşı bişməmiş evdə, yaxşı bişməmiş ət məhsulları, süd məhsullarından istifadə etdikdə də bu xəstəliyə yoluxmaq olar. Daha sonra yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən də yoluxma baş verə bilər. Doktor, müayinəsində, müalicəsində hansı metodlardan istifadə olunur? Ən çox tamaşaçılarımızı maraqlandıran bu suallardır. Bəli, infeksion gastroenteritlər adətən xəstələrdə ev şəraitində müalicə edərkən öz-özünə də keçə bilər. Lakin bəzən olur, ishal 3 gündən artıq davam edir
xəstələrdə qarın ağrısı, qanlı nəcis görülə bilər. Daha sonra halsızlıq, yorğunluq, temperaturun artması ola bilər ki, bu da ciddi əlamətlərdəndir ki, xəstələri həkimə müraciət etməyə şövq edir ki, onlar çox narahat olurlar bu durumdan. Bu xəstəliyin doktor profilaktikasında ən çox nələrə diqqət etməliyik? Profilaktikası üçün az öncə də dedim, əl gigiyenasına düzgün riayət etmək, su təmiz olmalıdır, içdiyimiz sular. Daha sonra qidaların düzgün saxlanılmasına diqqət etməlidir, düzgün şəraitdə saxlanmalıdır. Soyuducu şəraitində, yəni isti havada, açıq havada. Bəzən xəstələr qidanı süfrədə qoyub gedirlər, sonra gəlib təkrar o qidadan istifadə edirlər. Bu yol verilməzdir, çünki bu da bakteriyaların artıq çoxalmasına və ağız yolundan həmin infeksiyaların yoluxmasına səbəb ola bilir. Daha sonra xəstələrə tövsiyəmiz odur ki, hər hansı bir yerə səyahət edərkən kəndə gedirlər, məsələn, yay aylarında hansısa rayonlara gedirlər və yaxud da müxtəlif xarici ölkələrə gedirlər. Səyahət edərkən həmin bölgənin qidası ilə, suyu ilə yaxından maraqlansınlar. Bəzən biz alışmamışıq başqa bir ölkənin qidalarına və o qidalardan da istifadə etdikdə yenidən yoluxma baş verə bilər bizdə. Yəni bəzi mədə-bağırsaq sistemi həssas olan insanlarda daha çox bu özünü göstərir. Və bəzən də turistlərdə turistik ishal dediyimiz hallara da rast gələ bilərik. Hər hansı bir bölgəyə səyahət etdikdə onlarda ishal, yəni evə qayıdırlar, ishal dayanmır, daha da şiddətlənə bilir və ciddi problemlər yarada bilir. Bəzən doktor xəstələrimiz şikayət edirlər ki, meyvələri, tərəvəzləri bəzilərini yedikdən sonra kök problemi ilə qarşılaşırıq. Bunlar hansı qidalardır ki, onlarda kök yaradır? Xüsusilə bəzi insanlarda, mədə-bağırsağı həssas olan insanlarda, mədə-bağırsağında problem olan insanlarda biz bunu daha çox görürük. Tövsiyə edərdim ki, əgər şikayətlər ciddidirsə, mədə-bağırsaq müayinəsi olunsunlar. Qastrit ola bilər, mədə xorası ola bilər, 12 barmaq bağırsaq xorası ola bilər və yaxud da ki, qıcıqlanmış bağırsaq sindromu dediyimiz problemlər ola bilər ki, bunlarda da bu şikayət verə bilər və ara sıra bu qidalardan pəhriz etməyi tövsiyə edirik xəstələrə və bir problem varsa da onun müalicəsini etdirmələrini tövsiyə edirik. Doktor, bu xəstələri hansı üsulla müalicə edirsiniz, hansı üsulla müayinə edirsiniz? Xəstələri müayinə etmək üçün ilk növbədə biz xəstələr bizə müraciət edirlər, ətraflı anamnez toplayırıq, şikayətlərini dinləyirik və onlara müvafiq şikayətlər əsasında analizlərdən laborator analizi olsun, instrumental analizlər olsun təyin edirik və bu durumda, yəni mədə-bağırsaq sisteminin gastroenteritlərdə vacibdir ki, burada infeksiyanın bakterial olduğunu və yaxud da viral infeksiya olduğunu aydınlaşdırmaq və yaxud da ki, ola bilər parazitar infeksiyadır bu və hər bir problemin öz həll yolu var, hər bir problemin öz müalicəsi var, metodları var ki, biz diaqnostika çox önəmlidir burada. Diaqnostika etmədən daha doğru, düzgün müalicə apara bilirik. Doktor, sizə təşəkkür edirik. Suallarımızı cavablandırdığınız üçün, dəvətinizi qəbul edib gəldiyiniz üçün minnətdarıq sizə. Çox sağ olun. Təşəkkür edirəm mən də sizə. Bugünkü qonağımız Nəticə Kliniya Hospitalın gastroenteroloqu Adisə Səlimova idi. Hər hansı bir sualınız olarsa, rəy bölməsinə yaza və yaxud da doktorla əlaqə saxlaya bilərsiniz. HCC Kliniya Hospital. Sağlamlığınızı bizə etibar edin.